Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Biz sizinlə Güvən Nəşriyyatının bugün keçirdiyi blok imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. 9-cu siniflər üçün izahdan öncə bir şey sizin diqqətinizə çatdırım. Deməli, növbəti tədris ili üçün bizim həm onlayn, həm də əyani dərslərimiz keçiriləcək. Dərslərə qoşulmaq istəyənlər və yaxud da dərslər haqqında məlumat almaq istəyənlər 051 460 05 45 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edeyim ki, əyani dərslər Cəlilabad rayonunda keçirilir. Bir də ki, yoldaşlar, videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq, zəhmət olmasa. Keçirik birinci suala. Deyir ki, tələffüz formasında verilmiş sözlərdən hansı həm isim, həm də feil kimi düşmək mümkündür? Qocalar sözünü belə deyək də, qocalar nə edər? Feil kimi də düşünə bilərəm. Bir də qocalar sifəti kimi düşünə bilərəm. Burada qoca isim olmayacaq, isimləşmiş sifət olacaq. Amma yenə də sifət kimi götürəcəyik bunu. A variantı çıxdı. Gözləyə. Gözləyə sözünü gözləyə formasında yazılmalıdır. Gözləyə. Bu da yalnız feil kimi düşünə bilir. D də çıxırdı. Yazarlar sözünü, baxın yoldaşlar, yazarlar sözü, yazarlar. Həm B-nin, həm də E-nin yazılış forması budur. Yazarlar formasında tələffüz olunmuş söz yazarlar isimidir. Yəni şairlər, yazarlar ismi kimi düşünəcəyik bunu. Amma yazarlar formasında tələffüz olmuş, yəni E-dəki kimi tələffüz olmuş. Bu yazarlar feilidir. Nə edərlər? Yazarlar. Yaz sözün köküdə ar qeyri-qəti zamanlarda qrammatik şəkilçi. Deməli, bu B-ni yalnız isim kimi düşünə bilirəm, E-ni isə yalnız feil kimi düşünə bilirəm. Cavab olur C variantı. Qaralar sözünü qaralar həm feil kimi, həm də isim kimi düşünə bilirəm. Bir aşlar, qaralar mənasında, o plovun qarası mənasında olur isim kimi. Bir də məsələn onu günün altında qoysan qaralar nə edər? Qaralar burada isə feil kimi düşünə bilirəm. Qaralar sözünü həm də sifət kimi də düşünə bilirəm, amma bizə həm isim, həm də feil kimi deyir. Elə ona görə cavab olur C variantı. Əmr cümləsini müəyyən edin. Mütaliə insan əmr cümləsi necədir? Cümlənin sonunda nöqtə qoyulur və xəbər əmr şəklində ifadə olunur. Mütaliə insanları bəd əməllərdən saxlayır və onu yaxın, uzaq keçmişlərə aparır. Nə edir? Aparır. Apar sözün köküdür. İndiki zaman şəkilçisidir. Zaman şəkilçisi qəbul edib feili xəbər şəklindədir və cümlənin sonunda nöqtə qoyulub. Bu olur nəqli cümlə. Nəqli cümlə. Sonra düşməlin silinsin, dostluq var olsun. Cümlənin sonunda nida qoyulub. Bu olur nida cümləsi. Sonra qoy bütün dünyanın uşaqları xoşbəxt olsunlar. Bəli, xoşbəxt olsunlar əmr şəklindədir və nöqtə qoyulub. Bu olur əmr cümləsi. Cavab olur C variantı. Nə xəbər var? Məşədir. Cümlənin sonunda sual qoyulub. Bu olur sual cümləsi. Vətənin bir qışı qürbətin 100 baharından yaxşıdır. Necədir? Yaxşıdır. Xəbəri belə deyə əmr şəklində ifadə olunmayıb və nöqtə qoyulub. Bu olur nəqli cümlə. Xəbəri əmr şəklində ifadə olunmayan və cümlənin sonunda nöqtə qoyulubsa bu nəqli cümlədir. Amma əmr şəklində ifadə olunub və cümlənin sonuna nöqtə qoyulubsa bu əmr cümləsidir. Növbəti suala baxırıq. 3-cü sual. Verilmiş cümlədə adlıq cümlələri nə ilə ifadə olunmuşdur? Adlıq cümlələr bax bunlardır. Yay günü, yol üstü, ağac kölgəsi. Bunlar da yay günü, yol üstü, ağac kölgəsi isim birləşmədir. Cavab olur A variantı. 4-cü suala baxırıq. Cütsü saf tum səpsə torpağa əgər, şübhəsiz torpaqdan saf tum göyərər. Deməli, yoldaşlar deyir ki, tabiri mürəkkəb cümlədir. Bəli, əgər burada bağlayıcısıdır, şərt bağlayıcısıdır. Şərt bağlayıcısı varsa, bu olur tabiri mürəkkəb cümlə. Həm də sasə ilə də bağlanır burada. Deməli, bu doğru fikirdir. Danışanın ifadə etdiyi fikrə münasibət bildirən söz işlənməmişdir, yanlışdır. Şübhəsiz burada modal sözdür. Baş və budaq cümlənin mübtədası isimlə ifadə olunmuşdur. Burada baş cümlə hansıdır? Torpaqdan saf tum göyərər. Şübhəsiz torpaqdan saf tum göyərər. Bu baş cümlədir. Çünki şərt bağlayıcısı ilə bağlananlarda budaq birinci, baş ikinci gəlir. Həm də sasəni görürük. Sasə ilə də bağlama oldu. Budaq birinci, baş ikinci gəlir. Burada da cütsü saf tum səpsə torpağa əgər. Bu isə budaq cümlədir. İndi baxırıq. Sintaktik təhlil edirik. Nə etsə səpsə. Kim? Cütsü. İsimlə ifadə olunur mübtədası. Torpaqdan saf tum göyərər. Nə edər? Göyərər nə? Tum. Bunda tum ismi ilə ifadə olunur. Deməli, bu doğrudur. Hər ikisinin mübtədası isimlə ifadə olunur. 1, 3, 1, 3. 4-ə baxarıq. Qeyri-müəyyən təsir halında isim işlənmişdir
Bəli, cütçü saf tumu səpsə, burada tum qeyri-müəyyən təsirli haldadır. Onu səpsə. Bu doğru fikirdir. Yanlışda verilib, deməli götürmürük. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Bu da doğru fikirdir. Amma yanlışda verib götürmürük. Baş cümlənin xəbəri şərt şəklində olan fe'l ifadə olunmuş. Baş cümləmiz hansıdır? Şübhəsiz torpaqdan saf tum göyərər. Göyərər xəbəri hansı şəkildədir bunun? Şərt sasəni görmürük burada. Bu şərt şəklində deyil. Göydən göyərmək, ər isə qeyri-qəti gələcək zamandır. Bu xəbər şəklindədir. Ona görə 6 yanlışdır. Cavabımız olur 1, 3, 6, yəni A variantı. Sonra 5-ci suala baxırıq. Hansı cümlədə mübtədadan sonra mütləq vergül mütləq işlənməlidir? O kəndə getmək üçün tələsirdi. Deməli yoldaşlar, A variantında o kəndə getmək üçün tələsirdi. Kim? O. Deməli burada onu iki cür düşünə bilərəm. Bir işarə əvəzliyi kimi, bir də şəxs əvəzliyi kimi. Əgər işarə kimi düşünsəm, burada vergül qoyulmayacaq, çünki hansı sualına cavab verəcək. Amma şəxs əvəzliyi kimi düşünsəm, tələsirdi kim o, ondan sonra isim gəlib vergül qoya bilər. Qoyulmalıdır yəni. Bunu deyə bilmirəm, mütləq vergül işlənməlidir. İşarə kimi düşünsəm işlənmir. Bu iş üçün xeyli vaxt sərf etmişdi. Hansı iş üçün? Bu iş üçün. Burada hansı sualına cavab versə, vergül qoyulmayacaq, amma kim sualına cavab versə, vergül qoyulmalıdır. O uşaqlardan nəsə soruşmaq istəyirdi. Hansı uşaqlardan desəm, vergül qoyulmayacaq. Bir də kim soruşmaq istəyirdi? O. Kim sualına cavab versə, vergül qoyulmalıdır. Bu həmin kitabdır ki, sən arzulayırdın. Burada budan sonra vergül ümumiyyətlə qoya bilmərəm. Çünki həmin burada o, bu, elə belə həmin işarə əvəzliyi var. Əvəzliyi gələndə də vergül qoyulmur. Cavab olacaq D variantı. O illərdir ki, mənimlə dostluq edir. Odan sonra vergül qoyulmalıdır. 6-da Əhmədi maarif şöbəsində yaxşı qarşıladılar cümləsində hansı cümlə üzvü və ya cümlə üzvləri işlənməmişdir? Niyetlə qarşıladılar. Necə qarşıladılar? Nə tərzdə qarşıladılar? Yaxşı. Zərfliyi harada? Maarif şöbəsində. Bu da zərfli. Kimi? Əhmədi. Bu tamamlıq. Deməli, təyinlə mübtədamız yoxdur. Cavab olur B variantı. 7-yə baxırıq. Azaltma dərəcəsi sifətin işləndiyi cümləni müəyyən edin. O açıq ürəkli insan olduğu üçün fikirlərini çəkinmədən dedi. Açıq ürəkli A dərəcədədir. A variantı çıxır. Polad ən azı bir həftə kənddəki evində qalacaq. Kənddəki A dərəcədədir. Açıq qırmızı şalvarlarla evin açıq qırmızı isə azaltma dərəcəsindədir. Cavab olur C variantı. Soba yanmadığı üçün otaq bumbuz olmuşdu. Və də bumbuz olmaq mürəkkəb feildir. Lap qədimlərdə insanlar qəbilə formasında yaşayırlar. Burada qədim çoxaltma dərəcəsidir. 8-də ümumi şəxsi cümləni müəyyən edin. Ümumi şəxsi cümlələr nədir? Hərəkətin hamıya aid olduğu cümlələrdə və xəbəri üçüncü şəxsin cəmi və ikinci şəxsin təkində olur. Məktəbə yeni avadanlıqlar gətirdilər. Bu qeyri-müəyyən şəxsi cümlələrdir. Bir qrup şəxsə aiddir. Bu hamıya aiddir. Sabahki iclasda yaxşı hazırlaşarsan. Sən hazırlaşarsan. Xəbərə əsasən biz mübtədanı rahatlıqla bərpa edirik. Bu müəyyən şəxsi cümlədir. Bu qeyri-müəyyən. Sonra bu gün məşhur heykəltaraş Ömər Eldarovun doğum günüdür. Deməli Ömər Eldarovun doğum günüdür. Nə zaman? Bugün. Hansı Ömər Eldarov heykəltaraş? Hansı heykəltaraş? Məşhur heykəltaraş. Burada heykəltaraş təyindir. Bu şəxsiz cümlədir. C çıxır. Bəxtiyar Vahabzadə bir xatirə söylədilər. Bəxtiyar Vahabzadədən bir xatirə söylədilər. Bu bir qrup şəxsə aiddir. Onlar söylədilər. Qeyri-müəyyən şəxsi cümlə. Deməli bu oldu şəxsiz. Yorğanına bax, ayağını uzat. Bəli, cavab olur E variantı. Bu ümumi fikirdir, ümumi şəxsli cümlədir. Növbəti sual. Baş sözlərin hər ikisi iştirak etdiyi cümləni müəyyən edin. Səlimin dediklərinə əhəmiyyət verilmədi. Əhəmiyyət verilmədi nəyə? Səlimin dediklərinə. Burada mübtəda yoxdur. Gecənin zülmət qaranlığı qurtarmaqdadır. Qurtarmaqdadır nə? Gecənin zülmət qaranlığı. Elə cavab olur B variantı. Ərizəmə baxıldı. Baxıldı. Nəyə? Ərizəmə. Mübtəda yoxdur. Yazın gözəl günlərindən biri idi.
Nə idi? Yazın gözəl günlərindən biri idi. Bu isə bütövlükdə xəbərdir. Tavadan asılmış 30-lu çırağın pildəsini aşağı çəkmişlər. Nə etmişlər? Çəkmişlər. Nəyə çəkmişlər? Çırağın filtəsini. Hansı çırağın tavadan asılmış? Hansı? 30'luq. Burada da mübtəda yoxdur. Qara sözü məcazi mənada işləndiyi cümlələri müəyyən edin. Musa qara papağını başına qoydu. Bu həqiqi mənadadır. Fərman bir yandan belə söyləyərdi, bir yandan ürəyimə qara fikirlər gəlirdi. Cavab olur 2. Qara qış üstümə tökər qarını. Qara qışda 2, 3. Cavab olur C variantı. Həmin gecə göy üzünü qara buludlar tutub. Bu isə məcazi deyil. Armudlu sözünün fonetik təhlili ilə bağlı yanlış fikir müəyyən edin. Tələffüzü yazırıq. Armuddu. Burada d-dan sonra samit gəldiyi üçün t-ya keçir. Kar samit işlənməmişdir, yanlışdır. Tələffüzə baxıram, görürəm ki, d t-ya keçir. Belə cavab olur A variantı. İncə açıq dodaqlanma sait işlənməmişdir, bəli. Burada incə sait ümumiyyətlə yoxdur. Cingilti samiti sayı kar samitlərin sayından çoxdur, bəli. Armuddu. Sözü normal yazaq, səliqəli. Deməli, oldu nətər? Armuddu formasında. 1, 2, 3 dənə cingiltili var, 1 kar var. Bu da doğrudur. Hangi qanuna tabi olan bu söz 3 hecalıdır? Bəli, baxırıq ki, 3 sait varsa, deməli 3 hecası var və hangi qanuna tabidir? Yazışı və deriş arasında 2 fərqli məqam var. Armuddu. Bu da doğrudur da. Çünki d t-ya keçib, l da d-ya keçib. Bu da doğrudur. Sonra növbətiyə baxırıq. Tərz hərəkət və zaman zərfləri işləndiyi cümlə müəyyən edin. Şəmhal atasını görəndə qeyri-ixtiyari ayağa qalxdı. Burada bir dənə zərf var. O da qeyri-ixtiyarıdır. Tərz hərəkət zərfi. Doğru danış, sonra xəzərə çəkmə. Doğru burada tərzdir, sonra isə zamandır. Cavab olur B variantı. Sonra 13-cü sual. Deyir ki, altına xətt edilmiş sözlərə əsasən Eyler-Venn diaqramındakı uyğunluğu müəyyən edin. Onlar salamlaşır aydın səhərlə, dönürlər geriyə şən nəğmələrlə. Amma nə etmək olar ki, yeni bir başlanğıc üçün kəndlərdə vidalaşmaq lazım gəlir. Deyir, qarşılıq bir gəliş növdədir. Burada vidalaşmaq, vida sözün köküdür. Laş bütövlükdə leksik şəkildir, maq da qrammatikdir. Laş deyə bir növ şəkilsi keçməmişik. Məzmununda qarşılıq növ olsa da bu məlum növdədir. Onlar salamlaşır. Salamlaşmaq, bəli, salamlaşmaq sözünü kök və şəkilsi yarırıq. Salamlaşmaq. Salam sözün köküdür. Salamlamaq, salamlaşmaq, maqməşdə qrammatikdir. Burada ş şəkilsi qarşılıq növü yaradan şəkilsidir. Salamlaşanda qarşılıq növdə olur. Deməli, 1-ə A. Məlum növdə olan feildir. Bu aid oldu hansıya? 2-yə B. Xəbər şəklindədir. Vidalaşma xəbər şəklində deyil. Salamlaşır. Nə edir? Salamlaşır. Bəli, salamlaşır da ır zaman şəkilçisidir. Deməli, bu xəbər şəklindədir. Bu da getdi 1-ə C. Quruş düzəltmədir. Deməli, bu hər ikisinə aiddir. 3-ə də aiddir D. Deməli, görək elə. 3-ə D olan 1-ə A, C, 3-ə D, E variantında öz əksini tapıb. 14-də. Verilmiş cümlədə sintaktik əlaqədə yalnız aslı tərəf olan sözün verildiyi bəndi müəyyən edin. Ürək kövrəkləşir sən oxuyanda. Nə edir? Kövrəkləşir. Nə ürək? Nə zaman? Sən oxuyanda. Sən də dinləsəydin mən oxuyanda. Nə etsəydim? Dinləsəydin kim? Sən. Nə zaman? Mən oxuyanda. Burada yoldaşlar, burada sənlə mən sözü yalnız aslı tərəf kimi çıxış eləyir. Çünki feili bağlama tərkibinin aslı tərəfindədirlər onlar və müstəqil cümlə üzvü də deyirlər. Cavab olacaq C variantı. Burada məsələn ürək sözünü göstərmərəm. Ürək çünki mübtədadır. Bu həmişə əsas tərəfdir, açıqdır. Dinləsəydin xəbəri mübtədadan aslı vəziyyətdə, amma mən oxuyanda zaman zərfliyindən əsas tərəfdədir. Ona görə getdi. Kövrəkləşir mübtəda, ürək mübtədasından aslıdır, amma sən oxuyanda feili bağlama tərkibinin əsas tərəfidir. Yəni xəbərlə sintaktik əlaqəyə girəndə feili bağlama tərkibi zaman zərfliyi olaraq bu olur əsas tərəfdə. Oxuyanda sözdə
sən sözünün əsas tərəfidir. Feili bağlama tərkibində. Burada mən isə yalnız aslı tərəfdir. 15-də təbəssüm mərkəzində eyni zamanda baş verən hadisələr sadalanır. Bağça dərin sükut içində idi. Təkcə axan çayın şırıltısı eşidilirdi. Elə cavab olur A variantı. Çox yaşamaq əlində deyil, lakin adımız çox yaşatmaq əlimizdədir. Bu oldu, lakin, amma, ancaq, qarşılaşdırma əlaqəli təbəssüm mərkəzi cümlə. Bilişsiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər. Və burada nöqtə vergül qoyulub. Bu aydınlaşdırma əlaqəli təbəssüm mərkəzi cümlədir. Aydınlaşdırma. Dağın arxasında gizlənibsən, üzünü görə bilmirəm. Bu da səbəb nəticədir. Gah göy guruldayır, gah da yağış yağırdı. Bu isə bölüşdürmə əlaqəlidir. Cavab oldu A variantı. Verilmiş cümlədə təsviflənən feillərə eyni şəkildə olan feilin işləndiyi cümləni müəyyən edin. Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana. Əmr şəklindədir də bunlar. Əmr şəklindən istəyir bizdən. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Örtsə də bu şərt şəklindədir. A variantı bizim şərtimiz ödənmir. Hər kəs öz yolunu özü seçməlidir. Bu vacib şəklindədir. Məluməli. Seçdən seçməli. B-də çıxdı. Artıq torpaqlarımız işğaldan azad olunmuşdur. Azad olunmuş burada zamandır. Bu xəbər şəklindədir. Küləyin vıyıltısı məni yatmağa qoymadı. D burada zamandır. Bu da xəbər şəklindədir. Şahım bir qoca var. Gəlsin içəri. Gəlsin əmr şəklindədir. Cavab olur E variantı. Onu da deyim ki, bu hadisə düz 5 il bundan qabaq baş verib cümləsində hansı cümlə sinksiyələri işlənmişdir? Deməli, onu da bağlayıcı, ki bağlayıcı, bu hadisə düz 5 il bu ədat, sonra 5 il bundan qabaq isə qoşma. Deməli, bağlayıcı, ədat, qoşma. C variantı. Nümunədə buraxılmış durğu işarələrinin mübarizliyini müəyyən edin. Deməli, dialoq formasında verilmiş dialoqun tərkib hissəsidir. Ona görə biz burada dırnaqdan istifadə eləməyəcəyik. Qoşar nöqtə. Elvin bir də deyildi. Qoşar nöqtə. Tri. Ağa, mənimlə işin yoxsa gedim işimə. Ağa, xitabdır. Ondan sonra vergül. İşin yoxsa sasə işlənib. Ondan sonra da vergül qoyulur. Deməli, qoşar nöqtə. Tri. 2 vergül. Qoşar nöqtə. Tri. Vergül. Cavab olur B variantı. 19. Hansı cümlədə ismi birləşmənin aslı tərəfinin əlavəsi işlənmişdir? Külək çöllərdən qalxan tüstünü şimala, Şamaxı və İsmaili tərəfə aparırdı. Araya, şimala, Şamaxı və İsmaili tərəfə. Bu zərfliyin əlavəsidir. Yer zərfliyin. A variantı çıxır. Müəllim Nizami Gəncəvin Xosrəv və Şirin əsərinə vahid sürüşü xəttlə malik olan ilk poemanı həvəslə izah edirdi. Nəyi? Nizami Gəncəvinin Xosrəv və Şirin əsərini vahid sürüş xəttinə malik olan ilk poemanı. Bu da tamamlığın əlavəsidir. B-də çıxır. Talih kəndi yayda, havalar istiləşəndə gəldi. Nə etdi? Gəldi. Nə zaman? Yayda, havalar istiləşəndə. Bu da zaman zərfliyinin əlavəsidir. Pərvizin, baxın görürsünüz, yiyəlik haldan sonra tire qoyulub. Bu elə ismi birləşmənin aslı tərəfinin əlavəsidir. Pərvizin sinif yoldaşımın cavabı bütün müəllimləri razı salmışdı. Nə razı salmışdı? Pərvizin sinif yoldaşımın cavabı. Burada Pərvizin cavabı 3-cü növ təyin sözləşməsidir və 3-cü növ təyin sözləşməsinin aslı tərəfinin, yəni Pərvizin sözünü izah edir burada. Yəni Pərviz kimdir? Sinif yoldaşım. Burada ismi birləşmənin aslı tərəfinin əlavəsi var. Cavab olur D variantı. Yuxarıya dağın başına qalxmaq olduqca təhlükəli idi. Təhlükəli idi nə? Yuxarıya dağın başına qalxmaq. Burada isə feili birləşmənin aslı tərəfinin əlavəsi var. Burada yuxarıya sözü müstəqil cümlə üzvü deyil. Düzdürmü? Feili məsdər tərkibinin içindədir. E variantda çıxdı. 20-də məktəb isimlə verilmiş şəxslərdən hansı ardıcıllığı artırmalıdır? Birinci, təbii ki, leksi şəxsi artırmalıdır. Olmalıdır. Nətər? Məktəbli. Və isimlərdə ardıcıllıq nətər edir? Qrammatik şəxslər. Cəm, mənsubiyyət, hal, xəbərlik. Deməli, ondan sonra gəlir 3. Ondan sonra gəlir mənsubiyyət, yəni 2. Cəm, mənsubiyyət, hal, xəbərlik gəlir. Deməli, nətər oldu? Cəm, mənsubiyyət, hal, xəbərlik ardıcıllıq olmalıdır. Ondan sonra hal şəkilçisi gələcək, yəni 4. Birinci gəldi 1, yəni L, leksi şəkilçisi. 1, 3, 2, 4.
O da C variantında öz əksini tapıb. Sonra 21. Hansı bənddəki cümlələrdə fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə çoxmənalı deyil? Şeyxin anası çadırın ətəyində qaldırıb haraysa baxırdı. Dağların ətəyi məcazili var, çoxmənalıdır. Qapı ağzında əyri, qapı ağzı çoxmənalıdır. Sonra basma ayağını bizim torpağa, ilandan, əqrəbdən yar ola bilməz. Əqrəb burada həşəratdır, həqiqi mənada. Saatlarda əqrəb soldan sağa doğru hərəkət edir. Burada da əqrəb saata aid olandır. Bu elə həqiqi mənadadır. Bunlar omonimlərdir. C çıxdı. Həyat yolu məcazidir. Bu çoxmənalıdır. Ömür məktəbi bu da çoxmənalıdır. Yazışı yanlış olan sözü müəyyən edin. Kurikulum doğrudur. Kondisioner doğrudur. Küskün doğrudur. Kostyum doğrudur. Kübarlıq ü ilə yazılmalıdır. Cavab olur A variantı. Yazışı səhv olan səhvə yol verilən mürəkkəb adla müəyyən edin. Baş şəhər üzrə təhsil idarəsi. Burada üzrə kiçiyini yazır, amma şəhəri böyüylə. Deməli, bunu götürdük. Şəhərlər xiyabanı kiçik yazılır. Dəli Kür romanı Kür böyüylə yazılmalıdır. Üstə yəni. Deməli, 1, 2, 3. Şamaxı Polis şöbəsi doğrudur. Bu doğrudur. Naxçıvan Muxtar Respublikası bu da doğrudur. Cavab oldu 1, 2, 3. 24-də altından xətt çəkilmiş sözlərə əsasən düzgün fikirləri müəyyən edin. Ədəbiyyat həyatı obrazı şəkildə əks etdirən söz sənətidir. Mənimlə eyni sinifdə oxuyan uşaq ədəbiyyatı çox sevir. Başlanğıc formadadır. Bu ədəbiyyat sözünə aiddir. Bir doğrudur. O birisinin çünki qrammatik şəkilsi var. Təhsilli yal. Başlanğıc formada deyil. Təkmil təhlili sxeminə uyğundur. Ədəbiyyat. Deməli, ədəb sözünün köküdür. İyyət leks şəkilsidir. Bəli. Qrammatikdə yoxdur tərkibində. Bu da doğrudur. 2 də doğrudur. 3-ə baxırıq. Nə sualına cavab verir? Ədəbiyyatı çox sevir. Nəyi çox sevir? Bu nəyi sualına cavab verir? Ədəbiyyat bu isə nə sualına cavab verir? Ortaq xüsusiyyət deyil bu. Biri nə idi, biri nədir? 3-ü çıxdıq. Səs və hərf tərkibi fərqlənir. Bəli. İçində də y düşür. Ona görə 4 doğrudur. Ortaqdır. Mənsubə şəkilsi qəbul etmişdir. Onu çox sevir. Burada I mənsubə şəkilsi deyil ikinci cümlədə. Təhsili yal şəkilsidir. 5-i çıxdıq. Təhsili yaldadır. Bu da doğrudur. Bu birinci cümlədə ədəbiyyat adlı qaldadır. İkinci cümlədə təhsili yaldadır. Deməli 1, 2, 4, 6. Cavabımız olacaq 1, 2, 4, 6. 25. Hansı cümlədə güman şübhə bildirən ara söz işlənmişdir? Rahat sualdır. Bəlkə. Biri 1-dir. Qəhrəman bəyin əvvəla. Bu əvvəla güman şübhə deyil. İstirahət üçün nəhayət nəticədir. Şübhəsiz. Bu da demək güman şübhə deyil. Olmaya güman şübhədir. Cavab olur 1, 5. 26. Hansı cümlədə tələffüz formasında verilmiş söz çıxışlıq halda deyil? Öz vətənindən üz döndərmiş vətənindən çıxışlıq haldadır. 1 çıxdıq. Əsgərlərimiz qəhrəmanlıqla vuruşurlar. Qəhrəmanlıqla. Bu zərf düzəldən leks şəkilsidir. 2. Yovşam deməli ot bitər kök üstə. Əsli nə isə yovşam bəsləməkdən çəmənzar olmaz. Deyir, yovşam bəsləməklə çəmənzar olmaz. Belə 3. Qəribi baxışından tanıyarlar. 4 çıxdı. Afrikadan, Hindistandan. Bu isə hal şəkilsidir. 5-də çıxdı. Cavab oldu 2, 3. 27-ci sual. Özündən sonra işlənən isim hər zaman cəmdə olur. Bu bir sıra bir çox sayına aiddir. Yəni B. Sonra özündən sonra gələn isim hər zaman təkdə olur. Bu C-ni yaza bilərik. Bir də D-ni. Özündən sonra gələn işlənən isim həm təkdə həm də cəmdə olur. Bu sıra sayına aiddir. Bir də onlarla sayına aiddir. 3-ə də A və E. Mətn suallarına baxırıq. Deyir ki, terrariumla bağlı mətindir, yoldaşlar. 28-də çərçivədə verilmiş sözə əsasən cədvəl doldurun. Onun adı latın dilindəki terra, yer sözündən yaranmışdır. Deməli, çərçivədə verilmiş nədir? Yaranmışdır sözünü istəyir bizdən. Çərçivədə verilmiş söz deməli yaranmış. Sonra həmin sözün kontekstə uyğun qarşılığı əmələ gəlmişdir. Gəlmişdir. Deməli, həmin qarşılığı başqa cümlədə işlədilməsi
əmələ gəlmişdir sözünü başqa cümlədə necə işlədə bilərik? Məsələn, deyirəm ki, morfologiya, morfos, forma, logos elm sözlərin birləşməsindən əmələ gəlmişdir. Məsələn, belə bir cümlə yazırsa. 29. Nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Nöqtələr hansıdır? Deyir ki, əgər terrarium bütün divarları şüşədəndirsə, onun üstünə qalın örtüklə örtmək olmaz. Çünki bu heyvanların boğulmasına səbəb ola bilər. Lakin onun açıq qoymaq da olmaz. Çünki terrarium bəzi sakinlər onun içindən çıxa bilərlər. Ona görə terrariumun üstü məsələn nazik örtüklə örtülməlidir və yaxud da ehtiyatlı şəkildə örtülməlidir kimi sözlər yazmaq olar. Məsələn, nə yazırsan? Nazik örtüklə. Nazik örtüklə. Çünki bizə deyir ki, qalın örtüklə örtmək olmaz. Deməli, nazik örtüklə örtmək lazımdır. Sonra 30-cu sualda da terrarium və akvarium mətnlərinin Venn diaqramından yazacağıq. Terrariuma yazırıq ki, yoldaşlar. Deməli. Terrariuma nə yaza bilərik? Yalnız terrariuma aid olan deməli. Yazırıq, məsələn, tutqun və soyuq günlərdə terrarium sakinləri süst olurlar. Sonra terrarium sözü terra yer sözündən yaranmışdır. Və s. kimi xüsusiyyətlər yazmaq olur. Ortaq xüsusiyyətdə yazırsan ki, ikisində də məsələn canlılar yaşayır. Akvarium mətnindən də yaza bilərik ki, yalnız suda yaşayan canlılar üçün nəzərdə tutulub. Amma terrarium isə həm suda, həm də quruda yaşayan canlılar üçün nəzərdə tutmuşdur. Sonra akvariuma aid akvariumun işində su filtrizasiyası və oksigen yeniləşmək üçün xüsusi cihazlar olur. Sonra akvariumda duzlu və ya şirin mühiti yaradırlar və s. kimi xüsusiyyətlər yazmaq olar. Bu qədər. Sağ olun, hər birinizə uğurlar.